Salam dəyərli izləyicilər, hər birinizi xoş gördük. Azərbaycanı növbəti mövsümdə, yəni 2026-2027 mövsümündə Avrokuboklarda, Çempionlar Liqası, Avropa Liqası və Konferans Liqasında təmsil edən 4 komandanın potensial rəqibləri bilirsiniz kimlərdir? Bilmirsiniz? Biləcəksiniz. Yaxın oturun, sona qədər videonu izləyin. Həm potensial rəqiblərdən məlumat alacaqsınız, həm oyun tarixlərindən, həm də püşkatma tarixlərindən. Eyni zamanda olduqca maraqlı məqamları da sizlərə çatdıracağım, izah edəcəm. Məncə çox maraqlı video olacaq. Bu video bəlkə də bu ilin ən möhtəşəm videosu olacaq. Ona görə də sona qədər izləməyi tövsiyə edirəm. Dostlarınıza da kanalımızı önərin. Kanala abunə deyilsinizsə hələ də abunə olun, bildirişi açıq tutun və mütləq şərhlər bölümündə fikirlərinizi yazın. Sizin fikirləriniz bizlər üçün önəmlidir. Bir də zəhmətimizə dəstək verirsinizsə videonu bəyənin. Öncədən hər birinizə təşəkkür edirəm. Mən isə məlumatlara keçid alım. Dəyərli dostlar, bir qədər öncə qeyd etdim. Azərbaycan 4 komandayla Çempionlar Liqası, Avropa Liqası və Konferans Liqasında təmsil olunacaq. Niyə 4 komandayla? Qeyd edim ki, ölkə reytinqində hal-hazırda 30-cu yerdədir Azərbaycan. Rusiyanı çıxsaq daha irəli pillələrdə ola bilər. Amma bu bir fərq etmir. Çünki 56-cı, 55-ci yer arasındakı bütün komandalar Çempionlar Liqasına bir nümayəndəsini göndərə bilir. Eyni zamanda Avropa Liqasına bir nümayəndə göndərə bilirik və Konferans Liqasına 2 nümayəndə göndərə bilirik. Dostlar, bunu da sizin nəzərinizə çatdırım. Yəni Azərbaycan 1 Çempionlar Liqası, 2 Avropa Liqası və 3-4 Konferans Liqası. Ümumilikdə 4 iştirakçı göndərə bilir. Azərbaycan çempionu olan komanda Çempionlar Liqasında Azərbaycanı təmsil edir. Azərbaycan Kubokunun qalibi Avropa Liqasında Azərbaycanı təmsil edir və çempionatda 2-ci, 3-cü yeri tutan komanda Konferans Liqasında Azərbaycanı təmsil edir. Burada bir istisna var. Əgər Azərbaycan çempionu həm də Azərbaycan Kubokunun qalibi olarsa, o zaman Azərbaycan çempionatında 2-ci yeri tutan komanda gedir Avropa Liqasına, 3-cü və 4-cü yer tutan komandalar gedir Konferans Liqasına. Yəni bir qədər sürüşmə baş verir, belə deyək. İndi potensial rəqiblərimizi, oyun tarixləri və püşkatma tarixlərini çatdırmazdan öncə sizlərə çatdırmaq istəyirəm ki, hansı komandamız Azərbaycan çempionu ola bilər. Bu əsas namizədlər Qarabağ və Sabah komandasıdır, dəyərli dostlar. Sabah komandası hal-hazırda 53 xalla liderdir. 22 oyundan 53 xal toplayıb. Onun ən yaxın izləyicisi Qarabağ komandası 21 oyunda 46 xal toplayıb. Qeyd edim ki, Qarabağ komandasının ehtiyatda bir oyunu var. Çünki Neftçi ilə oyun təxirə salınmışdı bildiyiniz kimi. Və bu maçda əgər qalib gələ bilsə, xal fərqini 4-ə endirə bilər. Amma yenə də 4 xalla kifayət qədər böyük xaldır. Qarşıda Sabahla Qarabağın bir də qarşılaşması var. Son 11 tur içində bir dəfə də qarşılaşacaqlar və bu görüşdə Qarabağ qalib gələ bilsə, xal fərqini 1-ə endirə bilər və Sabahın digər oyunlarda da xal itirməsinə ümid etməlidir. Bu, təbii ki, Qarabağ tərəfindən baxanda unikal görünən bir proqnozdur. Amma əksi də ola bilər, Qarabağ komandası da xal itirə bilər. Sabah komandası çempionluq yarışında sona qədər davam gətirib çempion da ola bilər. Hal-hazırda Sabah komandasının çempionluq şansları daha yüksəkdir. Yəni, Azərbaycanın Çempionlar Liqasında ya Sabah komandası təmsil edəcək, dəyərli dostlar, ya da Qarabağ komandası təmsil edəcək. Yaxşı, Azərbaycanı Çempionlar Liqasında Sabah komandası təmsil etsə, hansı klublarla rəqib olacaq? Qarabağ komandası təmsil etsə, hansı klublarla rəqib olacaq? Fərqli klublarla rəqib olacaq. Səbəb odur ki, Qarabağ Çempionlar Liqasına getsə, 2-ci təsdiqat mərhələsindən start verəcək, amma Sabah komandası 1-ci təsdiqat mərhələsindən. Bu da klub reytinqi ilə bağlıdır. Ekranda diqqətlə baxın. Qarabağ komandası son 5 ildə 42,750 xal toplayıb. Sabah komandası isə 6 xal toplayıb. Yəni, Sabah komandası Çempionlar Liqasına 1-ci seçmə mərhələdən başlayacaq və o zaman Sabah komandasının potensial rəqibləri kim olacaq? Vikingur Reykjavik, İberiya 1999 Gürcistan komandasıdır. Kups Finlandiya komandası, Shamrock Rovers İrlandiya komandası, Kayrat Qazaxıstan komandası
Kaunas Žalgiris Litva komandası, Vitebsk deməli Belarus komandası, Riga Latviya komandası, Klaksvik deməli Farer Adaları komandası və Flora Tallinn Estoniya komandası hal-hazırda Sabahın Azərbaycan çempionu olduğu halda potensial rəqiblərdir. Bəs Qarabağ çempion olsa, Azərbaycan çempion olsa rəqibimiz kim olacaq? Gəlin onu da sizin nəzərinizə çatdırım. İkinci seçmə mərhələdən deyilik başlayacaq, düzdürmü? Myulbu və Bodo Glimt. Hələ ki məlum olanlar bunlardır. Qarabağın potensial rəqibləridir. Bundan əlavə qeyd etməliyəm ki, Türkiyə əsas liqasının ikincisi məhz Qarabağın potensial rəqibləri siyahısındadır. Bu çox güman ki, Fenerbahçe komandası olacaq. Hal-hazırda ikinci yerdə odur, amma liderliyə yüksələ bilər. Ola bilsin ki, Galatasaray ikinci olar, bilmirəm. Amma hələ ki, yəni potensial rəqibimiz Fenerbahçedir Türkiyədə. Dəyərli dostlar, bəs oyunlar nə vaxt keçiriləcək? Oyun tarixlərini də sizin nəzərinizə çatdırım. Deməli, UEFA Çempionlar Liqasının birinci təsdiqat mərhələsinin oyunları 7-8 iyul və 14-15 iyul tarixlərində keçiriləcək. Yəni, Sabah komandası Çempionlar Liqasına keçsə, ilk oyunu 7-sində ya da 8-də keçiriləcək iyul ayında. Və püşkatma 16 iyun tarixində başlayacaq. Yox, əgər Çempionlar Liqasına Qarabağ komandası gedərsə, o zaman püşkatma 17 iyunda bizim üçün olacaq və ilk oyunumuzu ya 21-də ya 22-sində keçirəcəyik. Cavab qarşılaşmasında 28-29 iyulda. Və ekranda digər mərhələlərin oyun tarixlərini də qeyd olunub. Siz də videoya pauza verib bir-bir baxa bilərsiniz. Qeyd edim ki, Çempionlar Liqasının final matçı Madrid şəhərində keçiriləcək. Estadio Metropolitano stadionunda, bu möhtəşəm stadionda Çempionlar Liqasının final matçı başlayacaq. Ümid edirəm ki, bir gün Azərbaycan təmsilçisi də Çempionlar Liqasında final oynayacaq. Və vaxt itirmədən gələk Avropa Liqasına. Avropa Liqasında Azərbaycan kubokunun qalibi təmsil edəcək. Kubokda ilk öncə qeyd edim ki, 8 komanda hal-hazırda qalıb. Deməli, Araz Naxçıvan artıq yoxdur kubokda. İmişli komandası yoxdur. Karvan Yevlax komandası yoxdur. Və Neftçi komandası yoxdur. Yəni, Neftçi komandası Avrokuboklara çox güman ki, bu il gedə bilməyəcək. Ən azından Avroliqaya getməyəcəyi dəqiqdir. Konfrans liqasına getməsi isə o qədər də inandırıcı görünmür. Hər halda qeyd edim, deməli, Karvan Yevlax artıq kubokda yoxdur. İmişli komandası yoxdur, dəyərli dostlar. Neftçi komandası yoxdur və Araz Naxçıvan komandası yoxdur. Yəni, bu komandalar Avropa Liqasına gedə bilməz. Kimlər gedə bilər? Deməli, gedə bilər Turan Tovuz, Zirə komandası, Sumqayıt komandası, Şamaxı komandası və Qəbələ komandası, eyni zamanda Kəpəz komandası da hələ ki şanslarını davam etdirir. Bununla yanaşı, çempionluq uğrunda gərgin mübarizə aparan Qarabağ və Sabah komandaları da deməli, kubokda da yoluna davam edirlər və kuboku götürə bilərlər. Əgər həm çempionluğu, həm də kubokun qalibi eyni komanda olarsa, o zaman Avropa Liqasına Premier Liqada ikinci yer tutan komanda gedəcək ki, bu ya Sabah olacaq çox güman, ya da Qarabağ olacaq, yəni böyük ehtimalla. Ona görə də düşünürəm ki, Azərbaycan çempionu Çempionlar Liqasına gedəcək. Bu çox güman ki, Sabah komandası olacaq böyük ehtimal. Amma Qarabağ da ola bilər. Əksi və yaxud Qarabağ getsə, Sabah Avropa Liqasına gedəcək. Belə bir düşüncə var məndə. Siz də öz fikirlərinizi yazın. Sizcə kim getməlidir Çempionlar Liqasına, kim getməlidir Avropa Liqasına və hansı klublar Konfrans Liqasına getməlidir? Ümumiyyətlə, Azərbaycanı Avrokuboklarda təmsil etməyə layiq olan komandalar hansılardır? Bu barədə fikirlərinizi yazın. Bəli, Avropa Liqasına gəldik. Deməli, Avropa Liqasında, dəyərli dostlar,
Qarabağdan başqa digər klublarımız hansı Avropa Liqasına gedərsə, birinci təsdiqat mərhələsindən başlayacaq. Ekranın aşağı sol hissəsində Azərbaycan bayrağını görürsünüz. Və artıq potensial iki rəqibimiz bəllidir. Vestri və Derry City komandaları artıq Azərbaycan təmsilçisinin potensial rəqibidir. Amma Qarabağ komandası gedərsə, Qarabağ Avropa Liqasında da ikinci təsdiqat mərhələsindən başlayacaq və orada rəqibləri Tromso və hələ ki Tromso tam dəqiqləşib və Türkiyə Liqasında da 3-cü yer tutan komanda da Azərbaycan təmsilçisinin rəqibi olacaq. Dəyərli dostlar, Avropa Liqasının maçları bildiyiniz kimi Çempionlar Liqasının maçlarından bir gün sonra keçirilir. Çempionlar Liqasının ilk maçları 7-8 iyul tarixində keçiriləcəkdirsə, 9 iyulda Avropa Liqasının maçı keçiriləcək və 16 iyulda onun cavab qarşılaşmaları keçiriləcək. Qaldı ki, püşkatmaya 16 iyun tarixində Avropa Liqasının püşkatması atılacaq dəyərli dostlar. Avropa Liqasının final maçı Eintracht Frankfurt, hansı ki Qarabağ komandası məğlub etmişdi Eintracht Frankfurtu. Həmin Eintracht Frankfurtun stadionunda Deutsche Bank Parkda keçiriləcək dəyərli dostlar. Bunu da sizin nəzərinizə çatdırmış olun. Konferans Liqasında bizi iki komanda təmsil edəcək. Azərbaycan Premyer Liqasında ikinci və üçüncü yer tutan komanda. Əgər çempion və kubokun qalibi eyni komanda olarsa, o zaman ikinci yerin sahibi Avropa Liqasına gedəcək, üçüncü və dördüncü yerin sahibləri məhz Konferans Liqasına gedəcək. Bəs Konferans Liqasında biz burada göstərilir ki, 30-cu yerdə olduğumuz üçün ölkə reytinqində 2 komanda göndərə bilirik və ölkə çempionatında ikinci və yaxud sürüşmə olarsa üçüncü yer tutan komanda ekranda gördüyünüz bu komandalarla rəqib olacaq. Bəzilərinin adları artıq bəllidir. Penevejis, Shelburne, Hammarby, Brann, Auda, HB, sonra Gais, Valur, Hik kimi komandalarla rəqib olacaq. Bundan əlavə, üçüncü yeri və ya sürüşmə olarsa dördüncü yer tutan komanda, bu komanda deməli kimlərlə rəqib olacaq? Bunu ekrana tam genişlədək. Deməli, Inter Türkü, RFH, Ensi, Torpedo Kutaisi, Bohemians, Liepeja, Ilves, Vikingur, Levadia, Dinamo Tbilisi, Dinamo Minsk, Astana, Hegelman, Nemokalyu, Dilekori, Zalgiris və Yelimay, eyni zamanda Sjarna komandaları da təmsilçimizin rəqibi olacaq. Gördüyünüz kimi, Konferans Liqasında daha çox potensial rəqiblərimiz artıq bəllidir. Konferans Liqasının oyunlarının tarixləri bu şəkildədir. Azərbaycan təmsilçilərinin biri birinci mərhələdən, biri ikinci mərhələdən start verəcəklər. Birinci mərhələnin oyunları 16 iyun, ikinci mərhələnin püşkatması 17 iyun tarixində başlayacaq. İlk mərhələnin deməli oyunları 9 iyul və 16 iyul tarixində, ikinci mərhələnin oyunları isə 23 iyul və 30 iyul tarixlərində başlayacaq. Digər tarixlərdə ekranda var, pauza verib baxa bilərsiniz. Dəyərli dostlar, Çempionlar Liqasının final maçı İstanbulda başlayacaq, Beşiktaş stadionunda. Bunu da sizin nəzərinizə çatdırım. Bu möhtəşəm stadionda Konferans Liqasının finalını izləyəcəyik növbəti mövsümdə. Və siz nə düşünürsünüz? Azərbaycanı Avrokuboklarda kim təmsil etməlidir? Fikirlərinizi şərhlər bölümündə yazın dəyərli dostlar. Mən də uğurlar diləyirəm komandalarımıza və bu video üçün lazımi məlumatları toplayıb sizlərə təqdim elədim. Düşünürəm ki, zəhmətimizi dəyərləndirib videonu bəyənəcəksiniz. Şərhlər bölümündə fikirlərinizi yazacaqsınız. Kanala abunə deyilsinizsə, abunə olub bildirişi açıq tutacaqsınız. Mən isə indilik sizlərlə sağlaşıram. Bir qədər sonra yeni videoda görüşərik. Hələlik.